Salam, hər vaxtınız xeyir olsun. 2024-cü ildə MİQ imtahanına düşən belə bir sualın izahına baxırıq. Burada elə bir ki, iki ayrı-ayrı sonsuz azalan həndəsi silsilə var. Deməli, bir hissəsi budur. 1, 2-də 1, 4-də 1. Yəni ki, nə ediblər burada? 2-də 1-ə vura-vura gediblər. Onda bunun üçün S bərabər də olacaq ki, B1 yəni ki 1 bölünsün, 1 çıxılsın, Q da orada 2-də 1 olur. Çünki 2-də 1-ə vura-vura gediblər. Buradan da 1 bölünsün 2-də 1, bu da bərabərdə 2 eləmiş olur. Digər həndəsi silsilə isə burasıdır 3-də 1, plus 9-da 1. Yəni bunlar ayrıdır, gedir sonsuz sayda. Burada artıq nə ediblər? 3-də 1-ə vura-vura gedirlər deyənə, Q orada 3-də 1 olur. Onda S bərabər də olur. B1 yəni ki 3-də 1 bölünsün, 1 çıxılsın 3-də 1. Bu da bərabər də olur ki, 3-də 1 bölünsün, burada 3-də 2, amma vurulsun olacaq 2-də 3. Burada 3-lər ixtisar gedir, qalır 2-də 1. 2-də 1 də 0,5 verir. Ümumi cəmi istəyir deyənə 2 plus 0,5 eləyəcək 2,5. 2 plus 0,5 bərabərdir 2,5.